Salam kanalımda dəyərli izləyicilər, bir dənə sizə cekpot, əşyalı, düz marşrutun yanında, 119-dan düş evə gir. Zəhmət olmasa yaxınlar. 3 otaqlı, cütdaş, şəxsi tikili, mahver evi deyil. Tam sənə, həmişə yığırsınız, kupça var, bəli. Torpağın da çıxarışı var, evin də kupçası var. Bura gördüyünüz kimi kurmanın həyətidir. Evdə nə görürsünüz? Elektrofikadan başqa. Qalan hamısı qalacaq. Qiymətə bax hələ. 62.000 manat. Bəli. Zəhmət olmasa evi təqdim edək. Burada girən kimi bizi belə bir dəhliz qarşılayır. Burada bizim belə bir gözəl qonaq otağımız. Yəni zəhmət olmasa qonaq otağını təqdim elə. Elektronikadan başqa evdə nə görürsünüz? Bütün əşyalar hamısı qalır. Yaxınlar zəhmət olmasa. Burada mətbəxsə, mətbəx mebeli də qalacaq. Burada bizim qəşəng bir otağımız. Gördüyünüz kimi paket kupçalı, cüt daş, 3 otaqlı evimiz 62.000 manat. Bəli, düz eşitdiniz. Burada isə 3-cü otağımız. Gördüyünüz kimi. Gəlin ev haqqında sizə məlumat verim. Bir dənə zəhmət olmasa genişliyə çıxaq. Evimiz 3 otaqlıdır. 119 marşrutundan düşdü. 5 metr məsafədə. Qiymət 62.000. 3 otaq, paket mülkiyyət, ipotekaya yarayan ev cəmi 62.000 manat. Bu evlə bağlı hər hansı bir suallarınız olsa, Nikdən nömrəni qeyd edəcəm. Sağ olun, var olun.